Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda çox ləzzətli və dadlı kəsmikli soçniki hazırladım. Uzun zaman qaldıqca daha da yumuşaq olur. Ərzaqı çox olmayan, amma ləzzətinə doya bilməyən şirniyyat üçün görək mən nələr istifadə elədim. Unu və kabartmanı yaxşıca qarışdırıram və qoyuram bir kənara. Qabın içinə yağ, şəkər, vanili əlavə edib, mikserin xırda sürəti ilə çalıram. Çalışın biraz dərin qab götürün. Mən bir balaca ehtiyatsızlıq elədim. Bu kütləni yaxşı çalandan sonra bura yumurta əlavə edirəm və yenə də bir 5 dəqiqə çalandan sonra bura xama əlavə olunur, 25% yağlılığı olan. Bu şirniyyatda sırf ancaq xama istifadə olunur. Çalınmış qarışımı əlavə edirəm unun içinə və yumuşaq bir xəmir yoğururam. Amma nəzərinizdə saxlayın ki, xəmiri çox yoğurmaq olmaz. Ona görə ki, xəmir yağlıdır və bu xəmirdə şərtdir ki, əlinizin altında yağ əriməsin. Bu xəmir bərk olmamalıdır. Ərzaqın miqdarı həm ekranda yazılır, həm də videonun altında. Bu xəmirin bir qaydası da var ki, otaq çox isti olmamalıdır. Məndə dəzgah soyuqdur deyənə xəmiri axıra qədər yoğurmağı dəzgahın üstündə davam edirəm. Və belə bu cürünə bir gözəl xəmir alınır. Baxın, görün, bu cürünə yumuşaq. Yoğrulmuş xəmiri qoyuram boş qaba, üstün örtürəm və keçid alıram içliyi hazırlama prosesinə. Kəsmiklə şirniyyat hazırlananda bir qayda var. Kəsmik quru olmalıdır. Bütün ərzaqları əlavə edəndən sonra mən bu cürünə bir içlik hazırlayıram. Xəmir də hazırdır, içlik də hazırdır. İndi isə mən xəmiri çox un istifadə eləməmək şərti ilə bu xəmiri bax bu cürünə bir mərdanə ilə açacağam və açılan xəmirin qalınlığı olmalıdır 5-6 milli. Mən buna mərdanə deyirəm, buna katalka da deyirlər. Ona görə də bu cürünə xəmir olanda məsləhətdir ki, mərdanə ilə bunu yayasınız. Onda eyni bərabər olur. Bu qədər ərzaqların miqdarından 13 ədəd kəsmikli soçnik alınır. Baxın, görün, yaydım, yoxlayıram, hətta ekranda da yazmışam 5-6 milli və dairəsi 9 santı olan yumru ilə bax bu cürünə yumru formalar kəsirəm. Xəmiri yayanda vurğuladım ki, un çox istifadə eləmək olmaz. Bax, buna görə kəsdim və qıraqlarını yığıram və təzdən kündəliyirəm və yumru, bax bu cürünə piçenyaları kəsməyi davam edəcəm. Amma əgər bunu yayanda çoxlu un istifadə eləsəz, deməli, ikinci, üçüncü partiya kəsilən soçniklər artıq quru olacaq. Bacardığım qədər undan tamına az istifadə edirəm və mən təzdən bu kündəni yayıram və davam eləyirəm ta ki xəmir qutarana qədər. Bütün xəmirdən bu yumru piçenyaları kəsəndən sonra hesablayıram və alınan içliyi bölürəm neçə ədəd bizdə piçenya çıxıb. Məndə 13 dənə çıxıb və mən
alınan içliyi tərəzi yolu ilə bölürəm 13-ə. Bax bu cürünə də qoyuram və bax bu cürünə də ağzın bağlayıram. Ona görə də içliyi hazırlayanda nəzarət edin ki, kəsmik nəmli olmasın. Əks halda şirniyyat sobada bişən zaman içli hamısı içindən axacaq. Ona görə də yenə də vurğulayıram. İstifadə elədiyiniz kəsmik quru olmalıdır. Onun üçün aldığınız kəsmiyi bir 20 dəqiqə təmiz dəsmalın arasında saxlasaz kifayətdir. Şirniyyatı hazırlayanda iki cür bağlama üsulunu göstərdim. Birini elə əlimdə və yaxud da ki dəzgahın üstündə. Sizə hansı rahat olar, həmin o üsuldan da istifadə edə bilərsiniz. Bu cür nə qəşəng düzəliş də verirəm. Yəni bu vacibdir. Onda hazır bişən şirniyyat da çox səliqəli görsənir. Birini isə lap baxın görün, mən sizə yaxından göstərirəm. Bax belə, xəmir də sözə baxandır, içli də çox gözəldir. Artıq soçniklər hazırdır. Üzünə çəkmək üçün yumurta hazırlayıram. Yumurtanın sarısına bitki yağı əlavə edib yaxşıca çalıram və çəkirəm şirniyyatımızın üzünə. Və mən bu üzlüyü niyə bu cür xoşlayıram? Ona görə ki, bişən zaman, hazır olan zaman mənim hazırladığım şirniyyatların üzü parıltılı olur. Sobanı mən nə vaxt yandırıram? Elə ki, başlayıram şirniyyatı hazırlamağa, artıq sobanı yandırıram və soba yavaş-yavaş isinir. Mütləq ki, hazır şirniyyatlar isidilmiş sobaya getməlidir. Və soçniklər 200 dərəcədə fansız rejimində hazır olana qədər bişəcəklər. Bu da soçniklərin hazır görünüşü. Bəh, bəh, bəh. Çox gözəldilər. Nə qədər tərifləsəm azdır. Görünüşü möhtəşəmdir. Dadını isə siz neyinirsiniz? Video diqqətlə baxdırsınız. Reseptlərə nəzər yetirirsiniz. Bazarlığın edirsiniz, hazırlayırsınız və ailə üzvlərinizi sevindirirsiniz. Sizlərə nuş olsun. Çox dadlıdır. Bu da hazırladığım soçnikin görünüşü. Yumuşaq, pambıq kimi. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar. Kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.